Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Bugün YouTube kanallarının birində Fazıl Mustafa ilə Pənah Hüseyn qonaq edilər və Pənah Hüseyn çox maraqlı bir və həm də xalqın maraqlarına zidd olan bir fikir səsləndirdi. Bildirdi ki, əgər hökumət kəmərləri biraz sıxın deyəcəksə, biz ona da qulaq asacağıq, ona da yəni o göstərişə də əməl edəcəyik. Müəyyən qeydlər vurdu, amma əsas mövqe bundan ibarətdir ki, hökumət bugün əgər desə ki, ölkədə vəziyyət yaxşı deyil, əhali, xalq gərək kəmərlərini biraz sıxsınlar, yəni biraz qənaət etsinlər və s. Bu məcazi mənada işlənmiş bir ifadədir. Biz də gərək hökumətin dediyinə baxaq. Əziz izləyicilər, bilirsiniz ki, bir neçə gün bundan əvvəl Milli Bankın rəhbəri təqribən əhali 10 milyard manatı evdə saxlayır ifadəsi işlətmişdi və bunu biz gərək dövriyyəyə buraxaq və ölkədə baş verən müəyyən pul çatışmamazlığının səbəbi kimi də hətta bəziləri bunu fakt kimi təqdim etməyə çalışdılar. Bundan əlavə biz bilirik ki, ölkədə bahalıq hər gün deməli artır, hər gün deməli bütün mallarda, bütün sahələrdə demək olar ki, ərzaq məhsullarından tutmuş, deməli xidmət sahəsinə qədər bütün sahələri əhatə edən bir bahalığın içindəyik biz. Ondan əlavə hökumətin də son aylar səsləndirdiyi və xüsusən diqqət ayırdığı bir sahə var. Neft pullarının ölkəyə axışı yavaş-yavaş azalmaq üzrədir. Yəni, həm əvvəlki qədər neft istehsalatı yoxdur, azalıb, həm də ki, həm qiymətdən dolayı, neft qiymətlərindən dolayı, həm də istehsalatın azalmasından dolayı neft pullarının deməli həcminin azalması ilə bağlı hökumət deməli həyəcan təbili çalır və istəyir ki, bir çox sahələrdə cərimələrlə və digər alternativ variantlarla həmən o neft pullarının, gələn neft pullarının yerini doldurmağa cəhd etsin və bu Azərbaycanda bugün Azərbaycan iqtisadi həyatında yaranmış bir səhnədir. Mən bunu bir neçə cümlə ilə izah etməyə çalışdım. Pənah Hüseyn kimilər də bunlar hər zaman Azərbaycan hakimiyyətinə üzdə müxalifət olduqlarını həmişə iddia ediblər, biz müxalifik və s. və ilə axır, amma lazım olan məqamlarda həmişə xalqın əleyhinə fikirlər səsləndiriblər. Pənah Hüseyn hətta bir zamanlar səsləndirirdi ki, biz gərək ümumilikdə Azərbaycanı hamısını bütöv şəkildə Türkiyəyə ilhaq olunsun və elə bir dövlət olsun. Belə bir fikir səsləndirmişdi Pənah Hüseyn. Nədənsə bu fikrin üzərinə o qədər də gedilmədi. Amma biz gördük ki, xüsusən vətənlə bağlı, vətənə xəyanət maddəsi ilə daha doğrusu yüzlərlə günahsız insan bu maddə altında cəza çəkir, yəni günahı olmadığı dövrdə. Amma Pənah Hüseynin real səsləndirdiyi fikri bu əslində vətənə xəyanət bu ifadədir ki, ümumilikdə Azərbaycanı Türkiyəyə ilhaq etmək, bu ümumilikdə vətənə xəyanət deməli elementləri burada daha aydın görsənir. Belə hallarda da deməli Pənah Hüseyn səsləndirir ki, hökumətə başa düşmək lazımdır. Hökumət deməli çətin dönəmlərini yaşayır və neft pullarının ölkəyə gəlişi azalıb, deməli qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır və bununla yanaşı, əgər hökumət bugün çağırış eləsə ki, kəmərləri bərkidin, sıxın daha doğrusu, bu ifadəni işlətmişdi. Biz də gərək hökumətin dediyinə əməl eləyək. Bu ifadələr əslində ölkədə cərimələrin artırılması,
pensiya yaşlarının artırılması, çoxalması, sosial təminatların ödənilməsi ilə bağlı ciddi məhdudiyyətlərin yaradılması və ümumilikdə dövlət büdcəsindən sərf olunan o deməli məvacibin azaldılması və sair kimi hökumətin yanlış siyasətinin bu birmənalı olaraq dəstəklənməsidir. Əvvəla biz ona baxmalıyıq ki, baxın, demək olar ki, 2004-cü ildən artıq 21 ildir, 20 ildən, yəni çox bir müddətdir ki, neft pullarının ölkəyə axınını biz müşahidə eləyirik, hiss etmirik. Sadəcə elə xəbərlərdən eşidirik. Çünki Azərbaycan xalqı olaraq heç bir zaman Azərbaycanın neft ölkəsi olduğunu xalq heç bir zaman hiss etməyib. Azərbaycanın qaz ölkəsi olduğunu heç bir zaman Azərbaycan xalqı hiss etməyib. Yəni bunu yaşamayıb. Sadəcə məsələn Amerika haqqında və yaxud da hər hansı bir Afrika ölkəsi haqqında mətbuatdan, televiziyadan, qəzetdən nəsə oxuyubsa, eşidibsə, Azərbaycanın neft və qaz ölkəsi olması haqqında da o qədər məlumat əldə edib və o qədər bilgiyə sahibdir. Amma Azərbaycan əhalisi, Azərbaycan vətəndaşı, xalq hər biri Azərbaycanın qaz və neft ölkəsi olduğunu yaşamalıdır, hiss etməlidir. Heç kim hiss etməyib heç və bunun əksinə əslində hər gün deməli Azərbaycanın ən çətin vəziyyətdə düşdüyünü acı formada yaşayıb və əksəriyyət də bilirsiniz ki, ölkəni tərk eləyib. Bir müddət yadınızdadırsa, bir müddət, daha doğrusu uzun bir müddət Azərbaycan keçid dövrünü yaşayır siyasəti ilə, xalqı laylaya qoydular, səsini çıxardan, haqqını tələb edən xalq nümayəndələrini əzdilər, işgəncələrə məruz qoydular və Pənah Hüseyn kimilər, bunun kimi şəxslər, mən bütün hallarda bilirsiniz, heç bir halda təhqirə yol vermirəm, amma tənqidim biraz ola bilsin, sərt olsun. Bunun kimi şəxslər həmişə deməli hakimiyyətin yanında olub bu cür məqamlarda. Hər hansı bir məmuru tənqid etmək və yaxud da nəyisə deməli nəsə haqqında o qədər də əhəmiyyəti olmayan bir şey haqqında tənqidi fikirlər səsləndirmək hələ xalqın yanında olmaq demək deyil. Bax, xalqın yanında olmaq bu anlamdadır. Əslində Pənah Hüseyn bu gün qalxıb deməlidir ki, ay hökumət, sən bu 20 il ərzində, 21 il ərzində neftdən gələn vəsaiti xalq üçün deməli hansı xalq üçün və hansı formada xərclədin ki, indi də mənim kəmərimi bağlamağımı və kəmərimi sıxmağımı sən tələb edirsən və məndən gözləntin budur ki, Azərbaycan xalqı hakimiyyəti başa düşməlidir, neft pulları gəlirləri azalır, başqa problemlər var, Qarabağın tikintisi var, o var, bu var və s. Əziz izləyicilər, baxın, hakimiyyət, Əliyev hakimiyyəti uzun illər keçid dövrü kimi deməli bir siyasət atdı ortaya. Güya kim haqqını tələb elədi, kim haqqını istədi, ağzının üstünə vurdular ki, keçid dövrüdür, bəs biz keçid dövrünü yaşayırıq, bazar iqtisadiyyatını yaşayırıq, yaxşı olacaq, belə olacaq, elə olacaq. Əhalinin bir hissəsi bu layla ilə öz ömürlərini başa vurdular və elə o gözlənti ilə də dünyalarını dəyişdilər. Sonraki mərhələdə yenə də aydındır ki, 5 ildir Qarabağ ərazisi, torpaqlar işğaldan azad edilib. İndi də o məsələ atılır ortaya ki, Qarabağda yenidən deməli bərpa işləri gedir, tikinti işləri gedir və s. Hələ orada nələr baş verir, biz hər gün Qarabağda o tikinti ilə bağlı olan problemləri eşidirik, sosial şəbəkələrdə, hətta Türkiyə vətəndaşlarının, Türkiyə şirkətlərinin Qarabağda yaşadıkları, deməli, məsələ bu ailə tərəfindən yaşadıkları problemləri eşidirik. Onlar müraciətlər eləyirlər Rəcəb Tayyip Ərdoğana, ondan sonra müxtəlif İlham Əliyevə və digər insanlara müraciət eləyirlər ki, Qarabağ ərazisində hansı problemlər var və s. Biz bunların hamısını görürük və ölkə əhalisi də yenə də laylaya qoyulub ki, bəs Qarabağ işğaldan azad edilmiş Qarabağ ərazisində tikinti bərpa işləri gedir. Siz yenə də dözməlisiniz. Siz yenə də 500 manat, yəni nənələrin, babaların pensiyası ilə dolanmalısınız. Yenə də narkomaniya qurşanmalısınız. Yenə də boşanmalısınız. Yenə də ailənin, uşağın yanında üzü qara qalıb gedib özü açmalısınız. Yenə də qazidə gedib intihar eləməlidir. Yenə də şəhid ailələrinə min bir əziyyət yaşanmalıdır və s. və ilaxır.
Pənah Hüseyn kimilər də durmalıdır, deməlidir ki, bəli, ay cəmaət, hökumət bəs pulu qutarıb, hökumətin Türkiyədə növbəti hotel almaq üçün milyardları yoxdur artıq və yaxud da hökumətin hansı bir xaricdə dincəlmək üçün, istirahət eləmək üçün və yaxud da hər hansı bir deməli bahalı brenddən istifadə eləmək üçün artıq pulları çatdırmır. Ona görə siz biraz da ac qalın, tələsməyin, biraz da ac qalın, hər şey düzələcək. Qoy bu bir ailə, Əliyev ailəsi getsin, öz kefini yaşasın, öz deməli işlərini görsün və bu ölkəni, bu dövləti öz şəxsi obyekti kimi istifadə eləsin. Sizə nə olarsa olar, eybi yoxdur. Əziz izləyicilər, xalq artıq bu məsələləri açıq şəkildə görməlidir və bu cür Pənah Hüseyn kimilərin bu cür mesajlarına təpki göstərməlidir. Bunlar həmişə xalqın dilindən danışıblar, xalqın adından danışıblar və xalqın əleyhinə olublar. Ən kritik dövrlərdə, ən kritik vəziyyətlərdə hakimiyyəti müdafiə ediblər, adını müxtəlif don geyindiriblər, özlərin xalqdan heç vaxt hesab etməyiblər, həmişə xalqı aşağılayıblar, həmişə kəndçini, kənd cəmaatını aşağılayıblar, həmişə kənd cəmaatına yuxarıdan aşağı baxıblar və bunlar və eyni zamanda da hakimiyyətə də həmişə də yaltaqlıq eləyiblər. Hakimiyyət bunlara paket verəcək, ondan sonra müəyyən güzəştlər eləyəcək deyə ona rəğmən bunlar həmişə xalqı əziblər, xalqın həmişə əleyhinə qərar veriblər. Həmişə ən kritik qərar verici məqamlarda bunlar hakimiyyətin xeyrinə danışıblar və hakimiyyətin yanında durublar. Xalq da artıq ayılmalıdır, xalq ayılmalıdır və bilməlidir ki, xalqın bugün həqiqi yanan, xalq üçün həqiqi can qoyan, xalqı düşünən kimlərdir? Xalq bunu artıq bu şəxsləri dəqiqləşdirməlidir. Xalq artıq bilməlidir ki, Pənah Hüseyn kimi satqınlar, Pənah Hüseyn kimi hakimiyyətin əlinə işləyənlər elə özünü tanıyandan belə, mən son illəri demirəm, Elçibəy dövründən tutmuş indiyə qədər Pənah Hüseyn kimi xalqın deməli hakimiyyətin əlinə işləyənlər, xalqın əleyhinə siyasət aparanlar, xalqı yata qoyanlar, xalqa hakimiyyətin siyasətini xalqa deməli öz hakimiyyət istədiyi kimi izah eləməyə çalışanlar və hakimiyyəti müdafiə eləməyə çalışan Pənah Hüseynlər heç bir halda xalqın yanında ola bilməzlər və heç bir zamanda xalqı müdafiə etməzlər. Xalq artıq ayılmalıdır və xalq həm bu hakimiyyətdən, həm Pənah Hüseyn kimi saxtakar siyasətbazlardan, saxtakar siyasətçilərdən bir mənalı olaraq qurtulmalıdırlar. Xalq hakimiyyətlə bərabər bu cür saxtakar siyasətbazlara arxa çevirməsə, Azərbaycan dövlətinə heç bir halda deməli ümidverici, dövlət haqqında ümidverici nəsə danışmaq mümkün olmur. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Xahiş edirəm, videoları bəyənin, paylaşın ki, bizim danışdıqlarımızı daha çox adam izləsin.